Azərbaycan və Çin arasında viza rejimi ləğv edildi. Sırf Azərbaycan vətəndaşı üçün, Çinlə ticarət əlaqələri qurmuş Azərbaycan vətəndaşı üçün bu birbaşa onun ailə büdcəsinə təsir edəcək bir hadisədir. Təkcə bunun üçün Çinə getməyə dəyər. Aylarla son dövrlərdə biz bilirik ki, Azərbaycan vətəndaşları Çinə getmək üçün viza almağa çalışırdılar. Ümumiyyətlə, pandemiyadan sonra Çin ilə Azərbaycan arasında birbaşa təyyarə reysləri dayandırılmışdı, yüklər çətinliklə daşınırdı və belə olanda bizim istehlak etdiyimiz mallar, bu dünyanın gerçəkliyidir. Mallar Çindən gəlir, çox mallar gəlir. Yəni, bundan yayınmaq mümkün deyil. Avropadan tutmuş Amerikaya qədər, bayaq rəqəmi səsləndirdim, Çin malları alırlar. Yəni, indi baxın nə baş verir. Viza ödənişi olmayacaqdır. Birbaşa təyyarə və Azərbaycan hava yolları Bakı-Pekin reysindən uçur. Urumçi-Bakı reysindən də Çin hava yolları uçur. Buyurun. Demək, istənilən Azərbaycan vətəndaşı gedib Çindən nəsə gətirəcək öz ehtiyacı üçün ya da satmaq üçün. Gördünüzmü? Sırf vətəndaş müstəvisində görün Azərbaycan vətəndaşları nə qədər qazanacaq.